Taze iş var rubrikasından hər kəsə salam. Yenidən qarşınızdayıqsa, deməli sizə yaxşı iş təkliflərimiz var. İndi hər birini ətraflı şəkildə təqdim eləyəcəm. Hazırsınızsa, bu həftənin vakansiyalarına keçək. İlk iş təklifi Gəncədəndir. Belə ki, Xalqbank Açıq Səhmdar Cəmiyyəti bankın Gəncə filialı üçün hüquq məsləhətçisi axtarır. Bu iş üçün tam ali təhsilli, yəni magistratura təhsilinin olması vacibdir. Yaşınız 25-dən çox, 35-dən az olsa kifayətdir. Əmək haqqı təklifi isə 1560 manat təşkil eləyir. Əziz Hacıqabul sakinləri, Gilan Seramik Məhdud Məsuliyyətli Cəmiyyəti elektrik mühəndisi axtarır. Vakansiya üzrə əsas tələblərə gəldikdə isə bu iş üçün müraciət eləyəcək şəxsin mütləq ali təhsili olmalıdır. Namizəd üçün yaş aralığı 25-40 olaraq göstərilib. Əmək haqqı təklifi isə 1500 manatdır. Zaqatala rayonunda işləmək istəyən şəxslər sizin üçün də əla təklifimiz var. Azərtütün Açıq Səhmdar Cəmiyyəti mexanizator axtarır. Ali təhsil tələbi yoxdur. Yaşınız 20-60 aralığında olsa uyğun namizəd hesab olunursunuz. Bu iş üçün 1160 manat əmək haqqı təklif olunur. Ağdamdan da iş təklifimiz var. Kontur Arxitektura Layihə Sənaye Qapalı Səhmdar Cəmiyyəti yük avtomobili sürücüsü axtarır. Bu vakansiya üçün müraciət edən namizədin yaşı 23-65 aralığında ola bilər. Ali təhsil tələbi yoxdur. 850-900 manat maaş təklif olunur. Və son olaraq Qəbələnd Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ rayonunda aşbaz axtarır. Bu iş üzrə peşə ixtisas təhsili tələb olunur. Yaşınız da 23-dən 40-a qədərdirsə, bu vakansiyaya müraciət edə bilərsiniz. Maaş təklifi isə 675-725 manatdır. Bu vakansiyaların hər hansı birinə müraciət eləmək üçün ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Vakansiyalara müraciət eləyəcək şəxslərə isə indidən uğurlar arzu edirik. Bu həftəlik bu qədər. Hələlik.